burada. Bilir ki burada beraberdir. Aydın ne şey görürse rekkas diye. Rekkas yok, akrobat. Aydın da. Demek 180 derece. Çok maraqlı tullandı ama. Değil mi? Bu sin x bərabər a tənliyin həllində xüsusi hallar deyirlər bunlar. Demək, ümumi həll başqadır, amma xüsusi həllər budur. Sin x bərabər 1-ə, mənfi 1-ə, 0-a. Sonra bir də kosinüs 1-ə, mənfi 1-ə, 0-a. Ümumi düsturdan yazılmır, çünki bunlar daha sadədir. İndi bunu eləmək üçün nəyi bilmək lazımdır? Görüm, 90 dərəcədə 180, 270, 360 sinüs, kosinüs, tangens, kotangens qiymətlərini bilirik. Bilirik. Görüm sinüs 90 dərəcədə nəyə bərabərdir olsa? 1. Demək, bu sinüs x bərabər 1 tənli bizə rast gələn kimi biz ilk öncə düşünməliyik. Sinüs x 1-i harda alır? Aydındır quzum. Demək, əzbərlənəcək burada 2 şey var. Bunları yazsaq bura 6, o da 2, 8 dənə tənlik bir-birlərində də oxşardır. Tənlik həllidir. Aydındır. Amma əzbərlənəcək ki 2 dənə iş var burada, əzbərlənəcək. Biri sinusun hansı oxla təyin edirik, biri də nəyi? Kosinüsü. Deyin görüm, sinüs hansı oxla təyin edirik? Ordinat oxuyla. Bəs kosinüsü? Absis. Bunu bir ilk öndə, bu gələn kimi düşünürük. Sinüsü biz nə ilə? Ordinatla təyin edirik. Deyin görüm, sinüs x-ə nə vaxt bərabərdir? Sinüs x nə vaxt 1-ə bərabərdir? 90 dərəcədə. Amma burada 90 dərəcə bir. Bunu düşünürük və sonra başlayırıq yazmağa. Yazırıq. Sinüs x bərabərdir 1-ə, yazırıq. X bərabərdir. Pi bölünmüş 2. Bax, bu bucağı yazırıq əvvəlcə. Pi bölünmüş 2. İndi baxırıq görürük. Ondan başqa bir yerdə sinüs x 1-ə bərabərdir sizcə. Hə? Demək, buradan 90 dərəcə. İndi burada davam edir bucaq. 90 dərəcə, 180 dərəcə və belə gəlir çıxır bura. Aydındır. Neçədə bu gəlib bura çıxana qədər neçə dərəcə döndü deyin görün. 360 dərəcə. Aydındır. Radius 1 olanda elə 362 pi-də yol gedir. Bu nöqtə deyək ki, bu çevrə üzrə. Demək, gəldi çıxdı həmin yerə. Yenə sinüs x 1-ə bərabərdir. Gəlin buradan geriyə. Geriyə qaydanda mənfi bucaq olur. Sadə əqrəbin əksisi. Mənfi 360 dərəcə gəlsək, yenə 360 dərəcədən sonra gəldi çıxır həmin yerə. Yenə sinüs x bərabərdir. Demək, bu 90 dərəcənin üzərinə 360-ı gəlsək, 360-ın misillərini 720-ni gəlsək, 1080-i gəlsək və s. Belə deyək də, 360 dərəcə nədir? 2 pi, 4 pi, 6 pi və yaxud bu 360 nədir? 90 dərəcədən 4 pi çıxmaq istəyirəm. Çıxıram 4 pi, yenə geri qayıdır. 2 pi budur, 1-2 pi də geri qayıdır. Yenə gəlir çıxır həmin yerə. Demək, yazırıq x bərabərdir. Pi bölmüş üstə gələk 2 pi, vuraq nə yazırıq? K. K da tam ədəddir. Mənfi 1, mənfi 2, mənfi 7, mənfi 100, 0 və s. Və burada yəni K daxilində nəyə? Tam ədədlər nə ilə işlədir? Z. Tam ədədlər çoxluğuna. Yəni K burada mənfi 1 anlamayanlara mənfi 2, mənfi 3, 1, 0, 5, 7 hansı tam ədədi qoysan yerinə demək bu gəlib düşəcək bu 90 dərəcəlik çevrənin bu nöqtəsindən üst-üstə. Aydın? Demək bizə deyəndə sinüs x bərabər 1 nə fikirləşik quzum? Sinüs harada bərabərdir? 1-ə 90 dərəcədə. Bir də ora gəlməsi üçün nə qədər yol getməlidir? Başqa yerdə bu çevrədən biri ala bilmir ki. Qutardı getdi. Yazırıq üstə gəl 2 pi və vuraq k. Aydın. İndi yazırıq sinüs x bərabər mənfi 1-ə. Sinüs x mənfi 1-ə bu bizim 0 dərəcəmizdə dursun burada. Bu 0 dərəcə. Sinüs x mənfi 1-ə nə vaxt bərabərdir? Harada bərabərdir? 270. Və buradan başlayırıq belə. 2 variant var uşaqlar. 270. Və buradan gəlirlər müsbət istiqamətlə. 270 dərəcə gələndə düşür nəyə? Bu nöqtəyə. Burada sinüs nədir? Mənfi 1-dir. Aydındır. Bəs buradan mənfi bucağına gəlsək, mənfi 90 da gəlsək həmin yerə düşmür. Demək, buranı biz 270 də qəbul edirik, mənfi 90 da qəbul edirik. Və yazırıq. X bərabərdir. Sinüs x bərabər mənfi 1-in həllini yazırıq. X bərabərdir. Demək, 270 daha rahat tədət gəlir bizə, yoxsa mənfi 90? Mənfi 90. Yəni, modulu kiçik olduğu üçün yazırıq mənfi 90. Orada yazırıq mənfi nə? Pi bölmüş 2. Üstə gələk. Bir də bura gəlməsi üçün nə qədər yol getməlidir? Baxırıq buradan, bura gəlməsi üçün. Tutaq ki, davam edirik. Bu bucaq döndü, gəldi, 360 dərəcə gəldi, çıxdı ora. Bir başqa yerdə sinüs yenə mənfi 1-ə bərabər deyil ki. Yazırıq üstə gəl nə? Yenə 2 pi vuraq nə? K. Aydındır.
İndi sinüs x beraber 0'ı. 180'de. Başka yerde yok. Bir de. Demek sinüs 2 0 abi. Qaytaraq yerine. Biz dayanmışıq burada. Bir burada sinüs 0 alır. Bir de neyi? Harda? 180 derecede. Demek sinüs 2 burada. Bir de buradan 180 derece geçse hara gelir düşür. Buraya gelir düşür. Yine sinüs 0'dı. Burada yine diyelim. O sinüs 0'a ne vaxt beraberdir? Mütləq ani olarak düşünsün. Sinüsü təyin edən ox hansıdır? Ordinat oxu. Sinüsü 0 olan, yani ordinatı 0 olan nöqtə. Biri budur, biri de bu. Demek bura neçə derece oldu? 0. Bura neçə derece oldu? İkisini de götürebilirik. Yani x beraberdir. Aydın x beraberdir. Hansını götürsək daha sade olar? Pi sade daha rahattı yoksa 0? 0. Aydın nereye yazılışından da daha rahat. Yani 0 üste gelək. Şimdi bak burada ne gelir üzerine? 2 pi bırak kayra mı? Bak burada 2 pi gelsək, bak bunun üzerine 2 pi gelsək, bak buradan belə. 2 pi gelsək bura, 2 pi gelsək, gelir çıxır bura. Bu aradan çıxır, bak bu kök arada neyini çıxır? Ona göre bak buradan 0 üstə ne yazmalıyıq? Pi gelir bura. 2 pi gelir hara? Bura. 3 pi gelir düşür bura. 4 pi bura. Aydındır. Veyahut sıfırdan pini çıxanda mənfi pi gelir düşür bura. Mənfi 2 pi yine gelir düşür ora. Aydındır. Ona göre yazdık. X beraber 0 üstə ne? Pi bırak k. Aydındır. Yani bu həllin biri burada 0 derece, bir de ne? 180'de. Aydındır kuzum. Bakın sen 980 deyirlər, trigonometri çətindir. Ama anlayanda o kadar değil, çətin değil. Şimdi bak buradan tangens x beraber 0'a, bunu bilenden sonra tangens x neye beraber idi? Sinüs x bölünmüş neydi? Kosinüs x değildi. Beraber neye? 0'a yazırıq. Şimdi kəsirin 0'a beraber olma şərti nədir? Bəli, sürəti 0'a beraber olsun, məxrəsə 0'dan fərqli olsun. Eyni bucağın sinusu əgər 0 olursa, kosinüs heç vaxt 0 ola bilməz. Aydındır. Ona göre yazır. Sinüs x beraber 0'a, artık sinüs x beraber 0'ın da həlli bir de burada var. Nedir cevap? Pi k. Şimdi ben sizden soruşanda ki sinüs x beraber 0. Eğer bir pi k deyirsiniz, bu olabilir, tesadüfi de olsun. Ama siz diyende ki mənim fikirləşsin deyəm, mən 0 üstəlik pi k ve pi k deyəndə mən anlayıram ki, bu uşaq bunu tam mənimsiyib. Aydındır. Gələndə kosinüs x beraber 1'e, mənfi 1'e 0'a. Kosinüs x harda beraberdir 1'e deyirəm bu. 0'da. Demek kosinüs x o dəqiqə düşün. Kosinüs təyin edən o hansıdır? Absis. Kosinüsü 1 olan bak bu nöqtə 0'dır. Yazırıq 0. Üstə gəl. Bir də bura gəlməsi üçün nə qədər yol getməlidir? 360 derece. Bunu bildik. Yazırıq üstə gəl 2 pi k. İndi kosinüs x mənfi 1'e sən de görüm oğlum. 180 derece. Ama buradan gəlir 180 derece burada. Bilir ki burada beraberdir. Aydın'da qəşəng görürsə rəqqas diye. Rəqqas yox, akrobat. Aydındır. Demək 180 derece çok maraqlı tullandı ama. Değil mi? Demek bir de bura gelmesi için ne kadar yol getməlidir uşaqlar? 2 pi. Aydın bura. Yazırıq demek sinüs ve mənfi 1'e yazırıq 180 yani pi üstəyə 2 pi. Demek 2 pi k. Şimdi bak burada belədir da. Buradan götürsək bunu belə 180 de gəlir düşür bura. Mənfi 180 de gəlir düşür bura. Mənfi pi götürmür ki onu. Ne götürür? Pi müsbətini. Ama burada bu bucaqda ise bu 270 derecede, bu da mənfi 90 derece. Adeten bu mənfi 90 derece hardaydı? Sinüs x beraber mənfi 1 onda. Modulu kiçik olan ədədi götürürlər. Adeten 1'e. Aydındır. Ve kosinüs x beraber 0'a da harda beraberdir? 1.90'da beraberdir. Bir de harda? 270'de. Bak burada. Ne yazacak buna da? Yazacak ki demek kosinüs x beraber 0'a 1 burada. Kosinüs təyin edən absis oxudu. Bir de burada. Pi bölünmüş 2 üstəyə ne? Pi k. Demek 180 pi gələndə gəlir bura. 2 pi gələndə gəlir ora. Pi bölünmüş 2 üstəyə ne? Pi k. Bir de kosinüs x, kotangens x beraber 0'a. O da nedir? Kosinüs x beraber sinüs x'tir. Buradan alırıq ki demek kosinüs x beraber ne olmalıdır? 0. O da həllini artık tapdıq. Aydındır. Kim anladı? Maşallah bir anladı. Ben de anladım. Sağ ol.